Salam uşaqlar, hər vaxtınız xeyir. Ümid edirəm yaxşısınız. Uşaqlar, bizim bugünkü mövzumuz alqoritmin icrası dərs 13 olacaq. Gəlin baxaq görək burada nələrdən danışırıq. Alqoritmi yerinə yetirənə alqoritmin icraçısı deyilir uşaqlar. Yəni alqoritmi, məsələn bu bir plan var, düzdürmü? Məsələn bu planı həyata keçirəm. Bu alqoritmi yerinə mən yetirsəm, deməli mən bunu icra etmiş olacağam və mənə deyəcəklər alqoritmin icraçısı. Başa düşdünüz? Belə. Burada heyvan, insan, robot, kompüter və s. belə deyim də, yəni alqoritmin icraçısı bu şəxslər ola bilər. Robotlar nə qədər ağıllı görünsələr də onlar insandan, yəni insanın əvvəlcədən tərtib etdiyi alqoritm icra edir. Yəni öz başına bir alqoritm yarada bilməzlər robotlar. Başa düşdünüz? Yəni insan təlimat versə, robot onu yerinə yetirə bilər. Başa düşdünüz belə? Belə. Məsələn, çirkli boşqabı yumaq üçün robota belə alqoritm verilə bilər. Çirkli boşqabı götür. Boşqabı suda islat. Boşqabı təmizləyici maye ilə sürt. Boşqabı suyun altında yu. Boşqabı dəsmalla qurula, boşqabı yerinə qoy. Bunun kimi deməli 6 alqoritmlə boşqabı təmizləyə bilərik robotun köməyi ilə. Qabın yuyulması alqoritmini başqası da icra etsə eyni nəticə alınacaq. Bəli. Biz bəzi təlim görmüş itlər müəyyən alqoritmləri icra edirlər. Məsələn, qoxu bilmə qabiliyyəti olduğu üçün və yaxud birbaşa əsgərlərin hər hansı bir söz və cümlələri onlara yeridilir və avtomatik olaraq da o itlər hərbidə və bir sıra işlərdə işlədilir. Məsələn, yad ellini, üzü maskalı bir şəxsi tut və s. Bunun kimi bir işlərdə itlərin köməyi ilə biz müəyyən işləri görürük. Tapşırıqlara baxaq. Verilmiş alqoritmi yerinə yetirsəniz hansı nəticə alınacaq? Qələmi götürün. Alma sözünü yazın. Qələmi yerinə qoyun. Qırmızı karandaşı götürün. Yazının altında alma şəkli çəkin. Karandaşı yerinə qoyun. Gəlin baxaq görək uşaqlar hansı nəticə alınacaq. Öncə qələmi götürdüm. Alma sözünü yazdım. Karandaş məsələn indi qara rəngdə olsun da, eləmi uşaqlar? Gəlin qara rəngdə olsun. Almanı yazdım məsələn bura. Alma yazdım. Düzdürmü? Aha. Qələmi yerinə qoydum. Qırmızı karandaşı götürdüm. Qırmızı yazının altında alma şəkli çəkdim. Yazının altında çəkdim almanı. Məsələn, belə bir almamız var. Düzdürmü? Belə bir almamız oldu. Aha. Karandaşı yerinə qoyum. Deməli, bu birinciyə uyğun gəlirmi? Gəlin baxaq. Birinciyə uyğun gəlirmi? Yox. Yazı sözü ən üstdə olmalıdır. O da B variantındadır. Başa düşdünüz uşaqlar? Şəkil altda, yazı üstdə olmalıdır. Sual 2. Bağa A nöqtəsində dayanıb. Alqoritmin icrasından sonra o hansı nöqtədə olacaq? Gəlin baxaq görək. Alqoritmin icraçısı nə deyir? Alqoritm deyir 5 sağa get. Gəl görək necə gedirik sağa sola. Gəl görək. 5 sağa getsək 1, 2, 3, 4, 5. C-nin altında oldu. Başa düşdünüz? C-nin altında oldu. Aha, indi deyir 4 yuxarı qalx. 1, 2, 3, 4. Burada oldu. 4 yuxarı. İndi deyir 4 də sola get. Buradaydı. 1, 2, 3, 4. Burada oldu. Bir dənə də aşağı indir. Bir dənə də aşağı indir. Deməli, bağa ən sonda nə olacaq? B nöqtəsində qərarlaşacaq. Başa düşdünüz? Belə.
Sonuncu sual. Sağdakı fiquru çəkmək üçün alqoritmdəki səhvi düzəldib davam edin. Gəl aşağıdakı şəkil üçün biz bir şeylər eləyək. Uşaqlar. Ona görə götürdüm qırmızı qələmi. Gəl baxaq. Bu qara nöqtədir, düzdürmü? Qara nöqtə ilə nə deyir? Bir yuxarı qalxdıq. Qalxdıqmı yuxarı? 2 sağa getdik. 1 ay elə yox. Ay yenə olmadı. Bu niyə olmadı belə? Hə 1 2. 3 aşağı düşək. 1 2 3 düşdükmü? Aha. 3 sağa 3 sola gedək. 1 2 3. Amma biz 3 yox 4 sola getməliyik. 4 də sola getdikmi? Aha, deməli bu 3-ün yerinə nə yazmalıyıq? 4. Sonra 2 yuxarı getdimi? 1 2. Aha. Bir dənə də əlavə yenidən 2 də sağa getməlidir uşaqlar. 1 2. 2 də bu 2 yuxarı qalxmaqdan sonra bir də 2 də sağa getməlidir. Belə. Başa düşdünüz? Qoy bir dənə belə çəkim. Belə. Deməli, ilk 2 hərəkəti düzdür. Yəni ilk 2 hərəkəti düzdür. Amma 3-cü hərəkətdə 3 aşağı yox, 4. 3-cü hərəkəti də düzdür. Amma 4-cü hərəkətdə 3 sola 3 yox, 4 addım getməlidir. Sonra 5-ci addım yenə düzdür. 2 yuxarı gedir, amma 6-cı addım yoxdur. Çünki 2 addımda sağa getməlidir. Belə. Bu günlük bu qədər uşaqlar. Ümid edirəm bugünkü dərsimizi bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.